Mən Günel müəllimə. Bu gün sizlərlə toplumun yeni nəşrindən, yəni birinci hissə test toplusundan lövhədəki sualın izahını bölüşmək istəyirəm. Sualımız funksiyalar bölməsinə aiddir və yeni əlavə olunmuş suallardandır. Sualda deyir ki, fx funksiyası mənfi sonsuzluq, müsbət sonsuzluq aralığında təyin olunmuş bir funksiyadır, kvadrat funksiyadır və bunun qrafikinə əsasən bu bərabərsizliyi həll edir. Əslində bunu iki yolla həll etmək olar. Məsələn, bu funksiyanın sıfırdan kiçik olması üçün bunun müsbət, bunun mənfi və yaxud bunun mənfi, bunun müsbət olduğu aralığı götürmək lazımdır. Çünki siz bu funksiyanın formulasını tam dəqiq deyə bilməzsiniz. Amma bu funksiyanın qrafikinə əsasən demək olar ki, fx funksiyası a vurulsun, kökləri nədir? 2, x minus 2, x minus 5 şəklindədir. Və gətirib siz bunu verilən bərabərsizlikdə yerinə atsaz, bax bu fx-in yerinə bunu yazıram. X minus 2, x minus 5'i və kiçik bərabər 0 götürürüm. İndi deyəcəksiniz ki, müəllim, orada A əmsalı bilinmir, amma biz qrafikə baxıb A əmsalının necə işarəli olduğunu deyə bilərik. A əmsalı üzü yuxarı yönəldiyi üçün qrafikimiz hər zaman müsbətdir. O zaman sadəcə bunların interval üsulla həll etdikdə sıfırlarını tapın. Burada neçədir? 5'dir. Bunu yanlış yazmışıq. 2, bu da 5. Ədəd oxunda çəkdi. 0, 3, 2 və 5 ilə buradan qeyd edək. 0, 2, 3 və 5. Hamısı daxildir bu bölgəyə. İntervala daxil edək. 5-dən sağda hansısa bir ədədi götürüb yerləşdirsəniz x-ların yerinə baş əmsallar onsuz müsbətdir deyə müsbət olacaq. 3 ilə 5 arasında 4 götürüb x-ların yerinə yazsanız mənfi olacaq. 2 ilə 3 arasında 2,5 götürüb yerinə yazsanız müsbət olacaq. 0 ilə 2 arasında 1 yaza bilərsiniz. 1 müsbət, mənfi, mənfi və mənfi eləyəcək mənfi. Sizdə 0-dan o tərəfə solda mənfi ədəd götürsək, burada da eləyəcək müsbət. Siz hansı bərabərsizliyi axtarırsınız? 0-dan kiçik bərabər. Mənfiləri axtarırsınız. Yəni cavabımız olacaq 0-la 2 parçası, 1 burada, bir də digər tərəfdən birləşir 3, 5 parçası olacaq. Və bundan əlavə bir məlumat vermək istəyirəm ki, əziz 11-lər, hansı ki 3 ay ərzində növbəti ikinci hissə materiallarını belə deyək, yaxşı şəkildə bitirmək istəyirsinizsə, bütün buraxılış mövzularını təkrar etmək istəyirsinizsə, ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayıb sürət qrupuna qoşula bilərsiniz. Hələlik.